Kökəlmisən, artıq çəkilən əziyyət çəkirsən, durduq yerdə mədəndə köp, qaz, qəbizlik yaranır. Onda videoya diqqətlə qulaq as. Ekrandakı ürəkdə qızartıcı video hər kəsin qarşısına çıxsın. Əvvəla onu deyim ki, artıq çəkilən əziyyət çəkib arıqlamağa çalışan insanlar, əgər sizin qəbizliyiniz varsa boşuna arıqlamağa çalışmayın. Çünki qəbizliyi olan insanların metabolizması ləngişləyir. Nəticədə həmin insanlarda xüsusən də qarın bölgəsində piylənmə yaranır. Yəni ki, arıqlamağa çalışmamışdan öncə birinci qəbizliyinizi aradan qaldırıb bağırsaqlarınızı düzəltməlisiniz. Qəbizliyinizi aradan qaldırmaq üçün apteklərdə əczaçılarımız müxtəlif dərmanlar təklif edirlər. Həmin dərmanların böyük bir qismi qəbizliyi müalicə etmir. Sadəcə bir dəfəlik təsir göstərir. Mənim isə sizə indi göstərəcəyim kombuça sirop gündə 2 dəfə səhər axşam yeməkdən sonra 50 ml istifadə edildiyi zaman tək qəbizliyi bir dəfəlik açmaqla qalmır. Eləcə də qəbizliyə böyük hallarda səbəb olan bağırsaq mikroflorasının pozulmasını da bərpa edir. Nəticədə bağırsaqlarınız düzəlir, metabolizmanız düzəlir, çəkinizi tez və asan salmağınıza böyük köməklik edir. Ölkənin bütün apteklərində satışı mövcuddur. Olmasa belə əczaçılarımızdan xahiş edin, Avromet deposunda var. Zakaz verib gətirsinlər və yaxud da mənim özümlə də birbaşa əlaqə saxlaya bilərsiniz. Bir növ özünə məxsus turş dadı var, yəni detoks effekti verir.